Uşağın danışığını gecikdirən ən böyük faktor çox vaxt genetik yox, gündəlik valideyn davranışları olur. Elmi olaraq, uşağın dil inkişafı ətraf mühitlə birbaşa bağlıdır. Yəni, beyin eşitdiyini, gördüyünü və yaşadığını təkrarlayır. Birinci səhv, uşağın yerinə danışmaq. Uşaq nəsə demək istəyəndə, valideyn dərhal onun əvəzinə cavab verir. Bu, beyinə mən danışmasam da olar siqnalı göndərir. İkinci səhv, çox sual vermək, az gözləmək. Davamlı sual uşağı danışdırmır, əksinə təzyiq yaradır. Uşaq cavab vermək əvəzinə susmağa üstünlük verə bilər. Üçüncü səhv, ekranı danışıq vasitəsi kimi istifadə etmək. Telefon və televizor tək tərəfli ünsiyyətdir və beynin sosial cavab sistemini aktivləşdirmir. Dördüncü səhv, səhvləri sərt şəkildə düzəltmək. Uşaq hər səhvində dayandırıldıqda danışmaqdan çəkinməyə başlayır. Beşinci səhv, müqayisə etmək. Qonşunun uşağı danışır kimi cümlələr uşağın motivasiyasını artırmır, əksinə stres yaradır. Ən vacib elmi fakt budur. Uşaq danışığı təzyiqlə yox, təhlükəsiz və təbii ünsiyyət mühitində inkişaf etdirir. Düzgün yanaşma isə sadədir. Danışmağa imkan vermək, gözləmək və genişləndirmək. Unutmayın, uşağın danışığı sizin verdiyiniz mühitin nəticəsidir. Sizinlə idi psixoloq Kərim Kərimzadə.